Təsəvvür edin, cibinizdəki iPhone açılır, iPad ölçüsünə çatır və bunun üçün sizdən $2000 çox pul tələb olunur. Amma bu, adi bir telefon deyil. Apple-ın qatlana bilən iPhone-u artıq şayiə olmaqdan çıxır və reallığa çevrilməyə çox yaxındır. Görünən odur ki, Apple bu bazara sadəcə daxil olmaq yox, qaydaları yenidən yazmaq niyyətindədir. İndiyə qədər Samsung və digər istehsalçıların qatlana bilən telefonlarında müxtəlif problemlərlə qarşılaşdıq. Ekranda yaranan qırışlar, zamanla zəifləyən menteşələr, qalın və ağır dizaynlar bu cihazların ən böyük çatışmazlıqları oldu. Apple isə bu problemləri görməzdən gəlmədi. Əksinə, illər boyunca gözlədi, araşdırdı və bu texnologiyanı mükəmməlləşdirməyə çalışdı. Məşhur Apple analitiki Ming-Chi Kuo və MacRumors kimi etibarlı mənbələrə görə qatlana bilən iPhone 2026-cı ilin sonlarında təqdim edildi. Bu məbləğ kiçik bir avtomobilin qiymətinə belə yaxınlaşa bilər. Ən çox maraq doğuran mövzulardan biri isə ekran qırışıdır. Bugünə qədər istehsal edilən bütün qatlana bilən telefonlarda ekranın ortasında az və ya çox görünən bir qırış var. Apple isə bu kompromisi qəbul etmir. İddialara görə şirkət xərcindən asılı olmayaraq bu problemi tam aradan qaldırmaq qərarına gəlib. Yeni material texnologiyası sayəsində ekran açıldıqda qırış demək olar ki, görünməyəcək. Bu uğurun arxasında isə çox maraqlı bir detal dayanır. Maye metal menteşə texnologiyası. Maye metal adi metallardan qat-qat möhkəmdir. Əyilməyə və deformasiyaya qarşı yüksək davamlılığa malikdir. Hətta bəzi titan ərintilərindən belə sərt olduğu bildirilir. Bu da göstərir ki, Apple bu cihazın uzun ömürlü olması üçün hər detalı düşünür. Ekran ölçülərinə gəlincə, daxili ekran 7,76 düym olacaq və yüksək çözünürlük təqdim edəcək. Xarici hissə isə 5,49 düym ölçüsündə olacaq və rahat istifadə üçün ideal formatda dizayn ediləcək. Ekranlar Samsung tərəfindən Apple üçün xüsusi hazırlanacaq və sensorlar birbaşa panelin içinə inteqrasiya edilərək cihazın qalınlığı daha da azaldılacaq. Burada çox maraqlı bir qərarla da qarşılaşırıq. Apple bu modeldə Face ID-dən imtina edir. Bunun əvəzinə Touch ID yan düyməyə inteqrasiya ediləcək. Səbəb isə sadədir. Face ID üçün tələb olunan komponentlər bu qədər incə bir dizayna uyğun gəlmir. Bu qərar bəzi istifadəçilər üçün hətta daha da rahat da ola bilər. Kamera sistemi də diqqətə layiqdir. Daxili ekranda ekran altı kamera yerləşəcək. Xarici hissədə isə punch hole dizaynlı kamera olacaq. Ən maraqlısı isə ekran altı kameranın 24 megapiksel olmasıdır ki, bu bazar üçün çox ciddi bir yenilikdir. Arxa hissədə isə 48 megapiksellik əsas və ultra geniş bucaqlı kameralar yer alacaq. Ümumilikdə cihazda 4 kamera mövcud olacaq. Performans tərəfinə baxsaq, qatlana bilən iPhone Apple-ın 2 nanometrlik istehsal prosesi ilə hazırlanan A20 çipi ilə işləyəcək. Bu çip əvvəlki nəsillərlə müqayisədə daha sürətli və daha enerji